Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Son günlər Azərbaycanda iri buynuzlu heyvanlarda yaranan xəstəliklə bağlı ölkədə ət mövzusu yenidən gündəmə gəlib. Zaten bu mövzu hər zaman gündəmdə olub. Xüsusən qiymətlərlə bağlı zaman-zaman ətin qiymətinin qalxması Azərbaycan sakinlərini, vətəndaşlarını narahat edən əsas məsələlərdən biri olub və iri buynuzlu mallarda deməli xəstəliyin tapılması ilə bağlı bəzi bazarların bağlanması və bu da bundan sonra qəssabların kəsim yerlərindən bağlı ciddi problem yaşamaları və s. məhdudiyyətlərin ortaya çıxması ölkədə xüsusən Monqolistandan ət ixalı ilə bağlı mövzunu yenidən gündəmə gətirib. Bizdə uzun illərdir ki, Azərbaycan müxtəlif ölkələrdən, xüsusən son illərdə isə təqribən 15-ci ildən sonra isə Monqolistandan deməli xırda buynuzlu heyvanlar, yəni qoyun, keçi əti ixal edirlər. Bunlar adətən dondurulmuş ətlərdilər. Mən əvvəlcə bir məsələyə deməli xüsusi toxunmaq istəyirəm. Biz 2020-ci ildə Qarabağ işğaldan azad ediləndən sonra xüsusən deməli qida sənayesi ilə bağlı mütəxəssislər bu istiqamətdə açıqlamalar verdilər ki, artıq bundan sonra biz ət ixal etməyəcəyik. Çünki işğaldan azad edilmiş ərazilər heyvan saxlamaq üçün çox münbit şəraitə sahibdir və Azərbaycan bununla da hətta varlanacaq, ixrac edəcək, ət ixrac edəcək və s. kimi fikirlər səsləndirirdilər. Biz isə bunun əksini gördük. 5 il ərzində əslində Azərbaycan ət ixalını dayandırmalı idi onların danışdıqlarına görə. Amma biz bunun tam əksini görürük və bunu da ona görə dedim ki, Azərbaycan hakimiyyəti ən əlverişli, ən sadə iqtisadi inkişafın qarşısını alır. Yəni bunları heç dövlət vəsaitindən, dövlət büdcəsindən hər hansı bir vəsaitin ayrılmasına gərək yoxdur. Adi deməli müəyyən sahibkarları ora cəlb etməklə, az faizli kreditlər verərək orada heyvandarlığın inkişaf etdirməklə ət ixalının qarşısını ala bilərdi və həm də ondan əlavə həm ət ixrac da edə bilərdi. Yəni Azərbaycan əhalisinin sayına görə onun deməli ərazisi, onun hava iqlimi və s. bunlar hamısı imkan verir ki, Azərbaycan özü ət və ət məhsulları, süd və süd məhsullarını həm ölkə bazarını təmin etsin, həm də kənara deməli ixrac etsin. Əziz izləyicilər, bu iqtisadçıların danışacağı mövzudur və mən ümumi deməli siyasi tərəfindən yanaşdım ki, Azərbaycan hakimiyyəti ən sadə iqtisadi inkişafın qarşısını alır və çox sadə formada mümkün olan şeyləri də qeyri-mümkünə çevirir. Bu ət mövzusu xüsusən Monqolistandan ixal olunan deməli qoyun və keçi məhsullarının deməli halallığı ilə bağlı mən həm də danışmaq istəyirəm. Bilirsiniz ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmandır. Müsəlman olduqlarına görə də yemək deməli qida məhsullarının halallığı və haramlığı xüsusi önəm daşımalıdır. Bəli, hansı heyvanlar halaldır, hansı heyvanlar haramdır, bu ayrı bir mövzudur. Amma halal olan heyvanlar da ki, məsələn, qoyundur, inəkdir, dəvədir, keçidir və bu kimi heyvanlar və bu quşların hansı quşlar halaldır və bunların da halal olmamasından əlavə onların həm də bir kəsim qaydaları var. Yəni bir qoyun özü ilkin olaraq onun ətinin yeyilməsi halaldır, istifadə edilməsi halaldır. Amma o şərtlə ki, o şəri qaydalarla onun kəsimi həyata keçirilsin. Əgər bir heyvan, bir inək, bir qoyun o şəri qaydalarla onun kəsimi həyata keçirilmirsə, o nəcis hesab olunur və onu yemək haramdır. Bir mənalı olmaz. Biz
bu məsələlərə diqqət ayırmağa deməli tövsiyə edirik və deməli hansı heyvanı hansı qaydalarla kəsməyin mən şərtlərini, qaydalarını sizə təqdim etmək istəyirəm. Qoyunun, keçinin, inəyin və o heyvanlar ki, onların əti halaldır, yeməyə icazə verilir. O heyvanların kəsim qaydasını mən sizin diqqətinizə çatdırmaq istəyirəm. Bir neçə şərtə gərək əməl olunsun. O şərtlərdən hər hansı biri pozularsa o heyvan yemək olmaz və o şərtlərin hamısı tamı-tamına riayət olunarsa o zaman o heyvan halal olunur. Bəzən insanlar bir şey qarışdırırlar, şərtə keçməzdən əvvəl bunu da deyim. Bəzən insanlar bəzi şeylər qarışdırırlar, elə deyirlər qoyun əti halaldır, onun kəsiminə fikir vermirlər. Toyuq əti halaldır, onun kəsiminə fikir vermirlər. Adətən biz bunu rast gəlirik Avropa ölkələrində. Avropa ölkələrində yəni ayırırlar əti halal olan heyvanlar, əti haram olan heyvanlar. Əti halal olan heyvanların üzərində bir mənalı olaraq halal sertifikatı vurulur. Əti haram olan heyvanların üstünə bir mənalı olaraq haram sertifikatı vurulur. Və bununla da təqdim olunur ki, bu halaldır, bu haramdır. Amma burada xüsusi diqqət yetiriləcək məsələ ondan ibarətdir ki, əti halal olan heyvanların dini qaydada kəsimi şərtdir. Əgər o şərtlərdən hər hansı biri pozularsa, o heyvanın ətini yemək olmaz. Hansı şərtlərdir? Birincisi şərt odur ki, heyvanın fərqi yoxdur, qadın ya kişi, kim kəsirsə mütləq müsəlman olmalıdır. Yəni bir dənə qoyunu gərək müsəlman kəssin. Əgər onu qeyri-müsəlman kəsirsə, onun deməli yemək halal deyil, icazəli deyil. Mən sadəcə şərtləri deyəcəm, yəni video çox uzun olmasın deyə, onun izahına yəni ehtiyac görmürəm, sadəcə şərtləri deyəcəm. İzahını görmək istəyən insanlar deməli başqa mənbələrdən bunu əldə edə bilərlər. İkinci, heyvanın başının mütləq dəmir alətlə kəsilməlidir. Dəmir alətlə kəsilməlidir. Üçüncü, heyvan qibliyə uzadılmalıdır. Yəni kəsəndə heyvanın fərqi yoxdur, sağ cin üstə, yox sol cin üstə, adətən sol cinağı üstə heyvanı böyrü üstə uzadırlar. Amma hər tərəfli o şərt deyil sol olsun. Amma üzü qibliyə və eyni zamanda onu kəsən adam da üzü qibliyə olmalıdır. Onun şərtləri bunlardan ibarətdir. Sonra heyvanın deməli kəsəndə bismillah deyilməlidir. Bu əsas şərtlərdən biridir. Mütləq bismillah deyilməlidir. Beşinci şərt, heyvan kəsildikdən sonra o tərpənməlidir. Yəni, heyvan diri olmalıdır, sonra onu kəsməlisən. Əgər heyvan bıçağı başına vuranda, kəsəndə o tərpənmirsə, o heyvan artıq yeyə bilməzsən onu. Tərpənmək də qolun biraz belə tərpətdi, gözün tərpətdi. Yəni, o bıçağı toxunuşuna, boğaza toxunuşuna reaksiya verdi. Bu kifayət edir. Amma əgər reaksiya vermədicə, deməli artıq o heyvan mundar hesab olunur və onu yemək də icazəli deyil. Heyvanın bədənindən bir miqdar qan axmalıdır. Yəni, məsələn, qoyundursa ona uyğun olaraq qan axmalıdır. İnəkdirsə ona uyğun olaraq, toyuqsa ona uyğun olaraq. Ona görə də burada boğazda hülqum deyilən 4 damar var. Onun boru damar, qida borusudur, nəfəs borusudur və ikisi də digər qan damarlarıdır. Onlar hülqumda birləşirlər. Hülqum burada başın üzərində olmalıdır. Əgər hülqum leşin üzərində, bədəndə olsa, onda heyvanın bədənindəki qan çıxmır, çölə çıxmalıdır o qan. O qan çölə çıxmadığı üçün qanın bədəndə qalır və o mundar hesab olunur, onu yemək də olmaz. Ona görə də xüsusən bu məsələ riayət olunur. Heyvan kəsəndə o hülqum baş üzərində olmalıdır. O damarlar kəsilməlidir. 4 dənə borunun 4'ü də kəsilməlidir ki, bədəndə olan qan hamısı deməli lazım olduğu səviyyədə çölə axsın. Və 7-ci şərt isə bundan ibarətdir ki, heyvanı kəsmək niyyəti ilə, yəni sən heyvanın bıçağı qoyasan boğazına. Əgər məsələn təsadüfən bir heyvan otladığı yerdə təsadüfən bir kəsici alət gəlib heyvanın boğazını kəsərsə və heyvan ölərsə, o artıq kəsim hesab olunmur. Ona görə də heyvanı kəsmək qəsdi də olmalıdır. Bax, sadaladığım bu 7 şərt, bunlar Şiə məzhəbinə aid olan şərtlərdirlər. Eyni zamanda Sünni məzhəbində də təqribən aşağı-yuxarı eyni şərtlərdir. Orada bir neçə şərtdə bəzi əlavələr var, amma ümumi götürəndə deməli əksər şərtlər bir-biri ilə üst-üstə düşür.
Bu şərtlərə əməl olunan kəsim olarsa, o zaman o heyvanı yemək olar. Biz konkret olaraq gəlirik mövzuya. Monqolistandan gələn qoyunların yeməyi icazəlidirmi? Onların əti halaldır, haramdır. Biz Monqolistan müsəlman ölkəsi deyil və onlarda heyvan kəsimi hansı formada aparılır? Əgər Azərbaycana xüsusi idxal etmək üçün və yaxud da müsəlmanlar üçün nəzərdə tutulursa, o şərt və bu qaydalar orada riayət olunursa, onu müsəlman kəsirsə, üzü qibliyə kəsirsə, kəsici alətlə kəsirsə və Bismillah deyilirsə və s. bu sadaladığımız 7 dənə şərtə əməl olunursa, o qoyun ətlərinin istifadəsi icazəlidir, halaldır. Əks halda Monqolistandan deyil, istənilən ölkədə idxal olunarsa, o qoyun ətlərinin yeyilməsi icazəli deyil və onlar haramdır. Əziz müsəlmanlar, bu məsələ hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün çox önəmli olmalıdır. Əlbəttə ki, ölkədə elə bir vəziyyət yaradılıb ki, bu da siyasi problemlərdən irəli gəlir. İnsanlar bu cür məsələlərə o qədər də yer ayırmaq istəmirlər. İnsanlar sadəcə qarınlarını doydurmaq istəyirlər. İstəyirlər ki, elə ət olsun və qarınları doysun. Amma bu halal məsələsinə, halal-haram məsələsinə ciddi riayət olunmalıdır. Çünki insanın yaşayışı, necə yaşaması, necə həyat sürməsi, necə ölməsi demək olar ki, onun necə qida qəbul eləməsindən asılıdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.